Barlara gedəndə, gecə barlarına əksərən orada qızlar rusca danışır. Bu rus dillilər yoxdur, rus məktəbi qutaranlar üstümə netar tökülmüşdür. Gününüz aydın olsun Azərbaycan xalqı. Demək, bu Azər müəllim bilmirəm, dilşünas kimi çıxış eləyir, yoxsa patriot kimi çıxış eləyir, nə kimi axırı çox məntiqsiz və mənasız söhbət edir. Və buradan səslənirəm Azər müəllimə. Azər müəllim, deyirsiniz ki, kluba getdim, orada klubdakı qızlar rus dilli qızlar idi. Birincisi, siz bu yaşda nə gəzirsiniz klubda? Bu sizin şəxsi işinizdə, özünüz bilərsiniz. İkincisi, bəyəm rus dilini bilənlər idi ancaq klubda. Başqa klublarda yoxdur da öz dilimizdə danışan pozğunlar. Yəni unutmayın, 80% pozğunlarımız heç rus dilində uje privetdən başqa heç nə bilmir. Onu özünüz də yaxşı bilirsiniz. Siz niyə ümumi danışırsınız ki, rus dilində danışanlar klublarda, barlarda gəzir? Yəni sözünüzdən elə çıxır ki, ancaq kluba, bara getmək üçün ora hansısa bir kateqoriya gəlməlidir və o kateqoriyada rus dilini bilənlərdir. Siz bu rus dilini bilənlərin yaxşılarını görmədiniz bu ölkədə. 44 gün müharibədə cavan politologlarımız var, hansı ki dövlət rəsmilərimiz var. Rusiyada getdi, oturdu, istər rus dilli ölkələrdə, istər Rusiyada. Getdi Azərbaycanı müdafiə elədi, ölkə başçımızın siyasətini orada təbliğ elədi rus dilində, səlis bildiklərinə görə. Bu böyük bir şərt deyil, bu böyük bir özəllik deyil. Əsl patriotluq odur. Mehdi Hüseynzadə deyir, bir düşmanı məhv eləməzsənsə, birinci onun dilini bilməlisən. Madam ki, siz kimi insanlar Rusiyanın özünə düşman bilir, onun dilini öyrənməlisən. Yəni Rusiya deyilən bir anlam bizim siyasi məsələlərimizdir. Bugünkü gün bəziləri indi ortalığa atacaq 20 yanvar faciəsi, Xocalı faciəsi, yəni tariximi də Allah'a şükür bilirəm. Onun orada necə hadisələr necə olub, onun təfərrüatı ilə də sizə də danışa bilərəm. Bilməyənlərə hətta danışa bilərəm. Hansı ki, o yazanların çoxu da həmin illərdə heç anadan olmamışdı. Yəni Rusiya siyasəti ilə onların bizə elədiklərini nə rus dilinə aidiyyatı var, nə rus xalqına aidiyyatı var. İstər burada yaşayan ruslara, istər orada yaşayan bir qrup şəxsin Azərbaycana hansısa bir erməni pərəstlərin və yaxud da digər bir politika ilə hücumları, hansısa bir maneələri, hansısa bir ziyanlıqları o demək deyil ki, Rusiya xalqı pisdir və yaxud da rus dilli cəmaatlar pisdir, bizim düşmanımızdır və yaxud da burada yaşayan ruslar bizim düşmanımızdır. Yəni bunu bu cürə təbliğ edib cəmaatda o ölkədə provokasiya yaratmayın. 44 gün müharibədə cənab prezidentimiz, Ali Baş Komandanımız rus dilində səlis bildiyinə görə beynəlxalq aləmdə, MDB-də olan bütün rus dilli insanları yetərincə, layiqincə oturtdurdu yerinə, bəli oturtdurdu. Öz siyasəti ilə və o rus dilini səlis bildiyinə görə. Yəni mən Azərbaycanlıyam, mən özüm patriotam, mən Azərbaycan sektorunu qurtarmışam. Mənim evladım Azərbaycan sektorunda oxuyur. Yəni sektor deyəndə Azərbaycan məktəbini oxuyur. Ancaq mən özüm rus dilini 60%-dən yuxarı bilirəm. Mən bugünkü gün rus dilində də danışa bilərəm, mən ingilis dilində bilmirəm deyə ingilis dilində danışmıram heç kimlə. Amma istəyərəm ingilis dilini də biləm, istəyərəm ərəb dilini biləm, istəyərəm Çin dilini biləm. Dil bilmək gözəl bir şeydir. Ancaq durub demək lazım deyil ki, hansısa rus dilli qızlar bardaydı. Barda ancaq rus dilli qızlar idi. Mən bu TikTokda lütdənə pozğunluq edən, bu xalqın ruhunu korlayan Azərbaycan dilində danışanlar deyil və yaxud da mediamızda, efirlərimizdə, xoş qədəmlərdə, zaurlarda çıxıb o efirdə hansısa arvadını axtaran bir qeyrətlər, nə bilim, ərini qoyub qaçan pozğunlar, bunlar rus dillilərdir. Öz dilimizdə danışanlar deyil. Hətta heç öz dilimizdə düzəməlli danışa bilməyənlərdir. Nəinki Azərbaycan dilində danışmaq. Danışanda biraz məntiqlə, məna ilə danışın ki, bu cavanlar uymasın sizin təbliğatınıza. Bugünkü gün rus dilini bilmək düşmançılıq demək deyil. Bugünkü gün ölkəmizin 20% iqtisadiyyatı Rusiya bazarlarından, Rusiyadan gəlir. Və yaxud da daxili iqtisadiyyatı gələk. Daxili iqtisadiyyat bugünkü gün şükür Allaha turizm inkişaf eləyib. Turizmin əsas mənbəyi hardan gəlir? Rus dilli millətlərin bura axınından gəlir. Bugünkü gün ərəb gəlir və yaxud da ingilis gəlir 3 gün, 5 gün. Amma burada daimi gəlib buranı ziyarət edən, burada istirahət edən rus dilli xalqlardır. Yəni onu da unutmayın. Bugünkü gün ölkəmizdə rus dilini səlis bilən, otellərdə işləyən cavanlarımızdır. Hansı ki menecerlərimiz var, hansı ki turizmi oxuyan tələbə oğlanlarımız var. O həmin o rus dilli insanları qarşılayır, yola salır. Bunlar bəyəm şərt deyil. Rus dilini bilməyin nə ziyanı var ki bu xalqımıza, bu cavanlarımıza? Niyə bu? Bu patriotizm deyil. Bu sizin təbliğatınız tamam başqa bir şeydir. Ölkə başçımız nə vaxt deyərsə ki, bu ölkədə rus dilinə qadağan olunsun, biz də sizlər kimi rus dilinə qadağa özümüzə qadağa eləyərik. Dilçilik gözəl şeydir. Ulu öndərimiz də deyib, dilimizi sevin, dinimizi sevin. Ona görə də biz dilimizi sevməliyik. Amma bugünkü gün rus dilini bilməyimi mənim dilimə hörmətsizliyim demək deyil. Allah xalqımızı, dövlətimizi qorusun. Buradan da bütün rus dilli insanları salamlayıram. Salamlayıram çünki mən rus dilli insanlardan hansısa bir səhv təbliğat, hansısa bir xalqımıza qarşı, dövlətimizə qarşı hansısa bir pisliklər görməmişəm. Allah xalqımızı, dövlətimizi qorusun.